Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Bu gün OTQ sınağının 3-cü hissəsinin videosunu izləyirsiniz. Deməli, son 3 dənə sualımız qalmışdı. Bunu özüm bilərək saxladım. Çünki bu proqram yazmaq, alqoritm qurmaq tipli suallar idi deyə istədim ki, bu sualları ətraflı izah edeyim. Deməli, birinci 88-ci sualdan başlayaq. 88, 89, 90 bu suallarımız qaldı sadəcə. 88-ci sualda deyilir ki, hərf və rəqəm simvollarından ibarət sətir klaviaturadan daxil edilmişdir. Bu sətirdə olan sonuncu rəqəm simvolunun indeksini çapa verən proqramı Python dilində yazın. İlk öncə bizdən bu tipli suallar soruşularkən, biz orada bizdən nə istəndiyini tamamilə anlamalıyıq ki, bu sualda bizdən nə istənir? Yəni, burada deməli, təsəvvür edək ki, bir sətir tipi daxil edilmişdir. Məsələn, sətir tipində, yəni hərf və rəqəm simvollarından ibarət. Məsələn, alma, bir, armud, 2 və s. Belə bir sətir. İndi bunu özümdən yazdım. Və yaxud da belə bir şey də ola bilər. S, 1, A, 2, L, 3, A, 4, M, belə bir şey də ola bilər. Fərz edək ki, bunu bizə verib. Deyir ki, bu sətirdə olan sonuncu rəqəm simvolu. Sonuncu rəqəm simvolu hansıdır? Baxın, budur. Düzdürmü? 4. İndeksini çapa verən proqramı Python dilində yazın. Yəni, bizə burada 4-ün indeksi lazım. 4-ün indeksinə baxsam, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 deyə nömrələsəm, 4-ün indeksi 7-dir. Yəni, burada biz 7 cavabını almalıyıq. Printdə bizə 7 cavabı çap olmalıdır ki, S1, A2, L3, A4, M. Bu sətirdə 7 bizə çap olmalıdır. Yəni, sonuncu rəqəmin indeksi. Burada biz nə etməliyik? Biz burada bu rəqəmləri birinci buradan ayırmalıyıq. Bu sətir tipinin içindən rəqəm olanları ayırmalıyıq və rəqəm olanları, daha doğrusu rəqəm olanları yox da, rəqəmlərin indeksini ayırmalıyıq. Yəni, məsələn, 1-in indeksi 1-dir, 2-in indeksi 3-dür, 3-ün indeksi 5-dir, 4-ün indeksi 7-dir. Yəni, biz elə bir şey qurmalıyıq ki, orada indekslər ayrılsın. 1, bu. Sonra 2-in indeksi olan 3, 3-ün indeksi olan 5 və də 4-ün indeksi olan 7 hər hansı bir yerdə ayrı-ayrı yığılsın. Sonra isə burada məlum məsələdir ki, sonuncu 7-ni götürməliyik. Axı sonuncunun nömrəsi deyilir bizə. 7-ni də götürmək çox asandır. Məsələn, bu A siyahısı olmuş olsa, 7 necə tapılır? Len A minus 1. Yəni ki, 1, 2, 3, 4. Bu da, daha doğrusu burada A da yazılmalıdır. Yəni ki, len A minus 1 nədir? 3-dür. Buradan A3-ü biz axtarırıq. A3-də elə 0, 1, 2, 3. 7 cavabını bizə verəsidir. Yəni, print A3 yazsam mən bura. Bizə 7 cavabı çap olmazdır. İndi bunu başa düşdük. Beynimizdə anladıq ki, hər hansı bir sətir verilir. Bu sətirin içində ədədli hərflər və rəqəmlər var. Sonuncu rəqəmin indeksi, indi bizdə 7-dir. Bu 7-ni, deməli, rəqəmlərin indekslərini bir siyahıya yığıb, sonra bu şəkildə bunu çapa verməliyik. İndi bunu proqram dilində yazaq. Məlum məsələdir ki, proqramı yazanda ilk öncə biz bayaq yazdığımız sətir tipini ora daxil etmək üçün inputla onu daxil etməliyik. Deməli, input, yəni input istifadə etməliyik daha doğrusu. Çünki axı sətir tipi isə inputa ehtiyac yoxdur, sadəcə input. Dırnaq, inputun içərisində bilirik ki, nəsə yaza da bilərik, yazmaya da bilərik. Mən yazıram ki, məsələn, sətiri daxil et. Hansı ki, biz run verdikdə, yəni proqramı çalışdırdıqda sətri daxil et sözü görünəsdir. Sonra, bayaq dedim ki, orada rəqəmləri yığmaq üçün bir siyahı lazımdır. Həmin boş siyahını yazıram bura. A bərabərdir bir dənə boş siyahı. Axı, orada biz rəqəmlərin indekslərini yazasıyıq bu siyahının içərisinə. İndi isə bir dövr daxil eləməliyik ki, orada olan rəqəmləri bir-bir ayırsın və bu siyahının içərisinə yığsın. Dövrü də for dövründən istifadə edəsiyəm. Deməli, for I in range, deməli, len n, qoşun nöqtə. Yəni ki, bu n sətrində olan elementlərin sayı qədər dövr getməlidir təbii ki, çünki orada yoxlamalıdır. Məsələn, bayaqçı sətirdə götürsək, S
S-nı yoxlayır. Birinci ki S-nı biz onu mən ötürdüm bu arada. Məsələn, bir dəqiqə. Burada yoxlamalıdır ki, məsələn, S rəqəmdirmi? S rəqəmdirmi? Rəqəm deyil də, bura əlavə olunmayasın nömrəsi. 0 əlavə olunmayasın. Sonra bir rəqəmdirmi? Bəli, rəqəmdirsə indeksə əlavə olunmasıdır. Bu rəqəm olduğunu necə yoxlayırıq? Təbii ki, 0 ilə 9 arasında düşməyi ilə. Bura elə belə A yazdım. Yəni 0 ilə 9 arasında, məsələn, S hərfdirsə, hər halda 0 ilə 9 arasında düşməz. Ancaq bir ədəddirsə 0 ilə 9 arasında düşəsidir. Bu şəkildə. İndi davam edək. Təbii ki, orada biz onları int tipinə də çevirməliyik də bunlar ədədləri. Sonra deməli, indi biz baxırıq ki, nəyə baxırıq? Deməli, belə bir şey yazasıyam. If-lə. If n i buradakı məlumat sayıcı 0-dan len n-ə qədər davam edəsidir. Böyük bərabərdirsə 0-dan and və yəni eyni zamanda bu doğru olmalıdır. N-i kiçik bərabərdirsə, indi mən bunu belə riyaziyyat kimi yazdım, amma Pythonda belə olur da, bərabər bilirsiniz, qabağında olur. 9-da. Yeni qoşun nöqtə. Yəni ki, həmin oradakı elementlər 0-dan böyükdürsə, eyni zamanda 9-dan kiçikdirsə, yəni rəqəmdirsə, bu o deməkdir. Onu bu siyahıya əlavə edək. Nə ilə əlavə edirdik? Append funksiyası ilə, düzdürmü? A.append i. Baxın, fikir verin, n-i-ni yox, i-ni əlavə elədim. Yəni onun nömrəsini əlavə elədim əslində bu siyahıya mən. Məsələn, rəqəmimiz 1-dirsə 1 əlavə eləmədim. 1-in nömrəsini əlavə elədim. İndeksin, daha doğrusu nömrəsi deyəndə indeksini əlavə elədim. Və yaxud ədədimiz 4-dürsə 4-ü əlavə eləmədik. Onun indeksi olan 7-ni əlavə elədik. Sonra orada siyahı alınasıdır. Bayaq hansı ki o siyahını bayaq qurmuşdum. Baxın, belə bir siyahı alınasıdır. 1, 3, 5, 7. Sonra bu siyahıdan da bu yazılışla biz 7-ni çapa veririk. Yəni ki, print deməli a len a minus 1. Baxın, bu yazılışla da burada len a minus 1-də 3 alınası da a3-də 7 çapa veriləsidir. Deməli, bunun proqramı bu şəkildə olasıdır. 89-cu suala baxaq. Deyilir ki, girişə n natural ədədi və n sayda həqiqi ədəd verilmişdir. Bu həqiqi ədədlərdən müsbət olmayanların sayını çıxışa verən alqoritmin blok sxemini qurun. Bu proqramı əslində başa düşmək çox asandır. Məncə, yəni proqram deyəndə alqoritmi qurmalıyıq biz. Yəni proqramını da qura bilərdik təbii ki. Yəni bunu dərk eləmək lazımdır. Məncə bu rahat bir şeydir. Deməli, n dənə ədəd daxil olunur. Məsələn, n bərabərdir 5. Və 5 dənə də həqiqi ədəd daxil olunur. Tutaq ki, -1, 8, 0, 7, 6. Bunlar daxil olunur. Bunlardan deyir ki, müsbət olmayanlar hansıdır? 0 və mənfilər. Yəni bunun sayını, sayı neçə dənə? 2. Deməli, say burada 2 olasıdır. 2-ni çıxışa verən alqoritmin blok sxemini qurmaq lazımdır. Deməli, biz bunu necə eləməliyik? Burada mən hazır qurmuşam, onun üstündə danışmaq istəyirəm. Deməli, məlum məsələdir ki, n, yəni 5 burada, bayaq 5 idi, daxil olunur. Sayı 0 götürürük başda, çünki biz onu toplayıb artırasıyıq. i də 1-dir. 1 də 5-ə qədər artasıdır. Yəni, n-ə qədər, daha doğrusu 5 deyəndə n-i biz 100 də götürə bilərik. Fərqi yoxdur. Burada bu xət biraz artıq düşüb, səhv çəkmişdim. Deməli, i də 1-dir. Baxarıq ki, baxıram. i, yəni n-dən kiçik bərabərdirmi? Hə deyəsəm, n-ə çatanda da hə deyəsəm, artıq bir vahid böyük olanda yox deyib sayı çap edəsəm. Məsələn, burada biz 5 götürmüşdük də bayaq. 0, yox, i-ni 1 götür. 1 kiçik bərabərdirmi 5-dən? Deyirəm, hə. Burada daxil olunan birinci ədəd, əgər 0-dan kiçik bərabərdirsə, sayın üstündən 1 gəlir. Əks halda isə i-nin üstünə 1 gəlir. Və burada məlum məsələdir ki, saylar toplanır. Ən sonda da, yəni dövrə geri qayıdırıq təbii ki, və i kiçik bərabərdir n şərtinə yox dediyimizdə topladığımız sayı, yəni bayaq bizdə 2 idi, başqa bir şeylər də ola bilər. Sayı biz burada çapa veririk, yəni çıxışa veririk. Burada bir şey var, mən onu nəzərdən qaçırmamışam əslində. Sadəcə ki, şəkildə görünmür, sığmayıb, görürsünüz ki, vərəq balaca olub deyə. Bu
bu i plus 1 əslində bu aşağıda olmalıdır və biz hə də desək, yox da desək, x kiçik bərabərdir 0 ifadəsinə, şərtinə hə də desək, yox da desək, i-ni biz bir vahid artırmalıyıq. Mən bayaq dedim, yox deyəndə i artır. Biz hə də deyəndə axı i-ni artırıb biz ikinci elementə keçməliyik. Yəni bu i plus 1 əslində burada olmalıdır. Yəni hə ilə yoxun ikisinin kəsişməsində, elə deyim. Qalan şeyləri doğrudur. Saylar toplanır və sonunda da say i kiçik bərabərdir n şərtinə yox deyəndə sayın ümumi cavabı çap olunur. 90-cı suala baxaq. 90-cı sualda deyilir ki, klaviaturadan daxil edilmiş natural ədəddən böyük olan ən kiçik sadə ədədi çapa bilən proqramı Python dilində yazın. Əslində bunu da başa düşmək asandır, amma Python dilində proqramı yazmaq birazca çətin gəlmiş ola bilər. Deməli, birinci deyək ki, başa düşək ki, bu nə demək istəyir? Məsələn, klaviaturadan daxil edilmiş bir ədəd, natural ədəd. Məsələn, mən 5 ədədini daxil elədim. Deyir ki, məsələn, n-ə mən 5 verdim. N olsun, a olsun, fərqi yoxdur. 5 ədədini daxil edim. Deyir ki, bu 5-dən böyük olan ən kiçik sadə ədəd. 5-dən böyük olan ən kiçik sadə ədəd məlum məsələdir ki, 7-dir. Yəni 5-dən sonra 6 gəlir. 6 sadə deyil. Düzdürmü? 7-dir. Burada biz 6-nın sadə olub olmadığını necə yoxlayırıq? Bilirik ki, sadə ədədlər yalnız özünə və 1-ə bölünən ədədlərdir. 6 isə həm 1-ə, həm 2-yə, həm 3-ə, həm 6-ya özünə bölünür. 7 ancaq 1-ə və 7-yə bölünür. Ona görə də yəni 5-dən sonraki ilk sadə ədəd 7-dir. Bunu tapmaq üçün biz burada bunun bölünməsini yoxlamalıyıq ki, bu ədəd burada necə deyim, 1 və özündən başqa digər ədədlərə bölünürmü? Bölünürsə, deməli o sadə deyil, bölünmürsə, deməli sadədir və buradan 5-dən sonra həmin ədəddə yəqin ki, 1-1 artırasıyıq da. Çünki axı 5-in üstünə 1 gələndə 6 edir, 6-nın üstünə 1 gələndə 7 eləyir. Ancaq məsələn, burada indi 1 ikinci ədəd, ilk ədəd oldu. Ancaq elə olar ki, məsələn, ondan sonraki 10-cu ədəd sadə ədəd olar. Orada da yenə üstünə 1 gələ-gələ 10 addım sonra sadə ədədi, verilən ədəddən sonraki sadə ədəd tapmış olasın. İndi proqramı yavaş-yavaş başa düşə-düşə yazaq. Məlum məsələdir ki, biz birinci ədədi daxil etməliyik. Yəni, n bərabərdir. Bu ədəd natural ədəd olduğuna görə, daha doğrusu natural ədəddə tam ədəddir. Tam ədəd olduğuna görə inputla yazıram ki, ədədi daxil et. Ədədimi daxil etdim. Sonra bu ədəddən, indi biz bu ədəddən sonraki sadə ədədləri tapmaq üçün ondan böyük ədədlərdən, yəni həmin ədəddən böyük, bir vahid böyük ədədlərdən yoxlamağa başlayırıq. Onun üzərinə bir vahid əlavə edirəm və sonra while operatorunu bura daxil edirəm. Həm də for operatoru ilə işləyəcək. While operatorunda true olasıdırsa əgər, yəni while operatoru bizə bir qiyməti verdikdə bir dənə, deməli A dəyişəni daxil edirik. Bu A bizə sadə olub olmadığını yoxlamaq üçündür. Sonra isə for dövrünü bura əlavə edirəm. For i in range. Deməli, baxın burada nəyi yoxlayasıyıq? Burada yoxlayasıyıq ki, burada deməli for dövrünün içərisində 2-dən n-ə qədər ədədləri yazıram. Niyə 2-dən n-ə qədər? Çünki baxın bir dənə burada yazım, indi aydın olasıdır. If əgər n-in, bu n-dən gedir söhbət, i-yə bölünməsindən alınan qalıq 0-dırsa, a olsun false. Və bu false olandan sonra heç bir şey eləmirik. Yəni, burada bir dənə i-yə böldük, false oldu. Bunu artıq break elədik. Yəni ki, nöqtə qoymalı deyilik. Yəni ki, biz artıq bunu dayandırdıq proqramı. Bu hissəsi, for hissəsi dayandı. Sonra nə olur? Sonra if-ə keçirik. If-də a, yenə. A nə idi? True idi. Doğru olasıdırsa. Burada printdə yazasıyam ki, sadə ədəd deməli bərabərdir n. Yenə break. Bunu yazdım, sonra izah verərəm, ona görə tez-tez yazmağa çalışırım. Və burada da n-i bir vahid artırırıq. Bu bir vahid artırmaq, məsələn 5 götürdük, 6 sadə ədəd olması da 7-ni yoxlamaq üçündür. Bu şəkildə bir vahid arta-arta gedəsidir.
Deməli, burada baxın necədir. Bura qədər məncə aydındır. Deməli, n-i götürdük int inputla. N-i bir vahid artırdıq. Əgər true-dursa, burada da a-nı true niyə götürmüşük? Çünki sadə ədəddirsə true cavabı verməlidir. Sadə ədəd deyilsə false cavabı verməlidir. For i in range 2-dən n-ə qədər, yəni 2-dən niyə n plus 1-ə qədər yox? Çünki sadə ədəd 1 ilə özünə bölünür. Yəni ədəd n plus 1-dirsə, burada n plus 1-dirsə, yox, daha doğrusu, yox, səhvdir. Onsuz ki, for i in range-də n-in özü axırıncısı götürülmüş ki, burada 2-dən başlayır və n minus 1-ə qədər hamısını yoxlayır. Onsuz ki, n-ə tam bölünməzdir. Burada baxın, götürülmüş, məsələn, biz bayaq 5 götürmüşdük. 5-i bir vahid artıranda 6 oldu. 6-nı i-in 2-dən başlayır. 2, 3, 4 bu şəkildə gedəsidir. 6-nı 2-yə böləndə qalıq 0-dırmı? Bəli. Ona görə artıq A false qiymət alır və proqram burada dayanır. Artıq aşağı keçmirik. Və burada dayanır. Sonra buradan n-i bir vahid artırır 7. Proqram yenidən başlayır 7 ilə. 7-ni 2-yə böləndə qalıq 0-dırmı? Xeyr. Sonra 3-ə böləndə 0-dırmı? Xeyr. Bu şəkildə 6-ya qədər gəlirik. 7-ni 6-ya böləndə qalıq 0-dırmı? Xeyr. O zaman isə sadə ədədimizin n olduğu burada çap olunur. Yəni, çünki axı biz xeyr dediyimizə görə A-nı heç vaxt false almırıq və A true burada cavab aldığına görə, əgər A true-dursa deyir, sadə ədədi, yəni 7-ni çap elə və proqramı yenə dayandır. Yəni, proqram dayanır, artıq n artmır burada. Break məlum məsələdir ki, dayandırırdı və breakdən sonra heç bir şeyə biz baxmırdıq. Ümid edirəm ki, bu 3 sualda sizə aydın oldu. Əgər qaranlıq qalan bir məqam olarsa, rəylərdə qeyd etməyi unutmayın. Sağ olun, digər izahlarda görüşərik.